Sabiq SOCAR prezidenti, indiki İqtisadi İnkişaf Naziri müavini Rövnaq Abdullayevin görünməzəli və gizli kassası rolunu oynayan Anar Əlizadənin neft tranzit marşrutları ilə bağlı ilginç məlumatlar var. Bölgə TV-yə daxil olan məlumatda bildirir ki, qeyri-legal yolla küllü miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudi Ərəbistanda öz böyük şirkətlərini quraraq tranzit marşrutları yaradıb. Ölkə mediasında haqqında az məlumat olmağına baxmayaraq, o Azərbaycan neftinin beynəlxalq aləmdə qeyri-legal satışını həyata keçirən neft maqnatı kimi hamının tanıdığı simadır. Bu şəxs çoxsaylı şirkətlərin sahibi, sabiq SOCAR prezidenti, bugünkü nazir müavini olan Rövnaq Abdullayevin gizli qara kassası rolunu oynayan Anar Əlizadədir. Belə ki, bir zamanlar SOCAR-da çalışan bir gəncin birdən-birə neft maqnatına çevrilməsi olduqca müəmmalı hesab edilir. Olduqca maraqlı məqamları içərən bu şəxs 2010-cu ildə Azərbaycan neft ölkəsi kimi Avropanın bir neçə ölkəsinə neft və qaz satmağa başladığı deyilir. Bu işdə ona vaxtilə uzun SOCAR prezidenti işləyən Rövnaq Abdullayevin himayədarlıq edib və sadiq kadrdan çevirib. Himayə, sadiqlik və milyonlar Anar Əlizadəyə alternativsiz yeni imkanlar yaratdı. Bu imkanlar və missiya neftin müxtəlif yollarla Avropaya çatdırılması idi. Öz işində uğrundan uğra gedən Abdullayevin görünməz neft adamı Anar Əlizadə, SOCAR-ın sabiq prezidenti Rövnaq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev uzun müddət SOCAR-ın neft emal zavodunda qaz sektorunun müdiri olub. Anarın qardaşı Bədəli isə SOCAR-ın informasiya texnologiyaları departamentində satın almalar üzrə baş menecer vəzifəsində çalışıb. Və bu işdə olan qohum əqraba bütün təlimatları Anar Əlizadə də daxil olmaqla Rövnaq Abdullayevdən almışlar. Təlimat əsasında Azərbaycan nefti qeyri-legal İtaliya bazarına çıxarılaraq brendə çevrilir. Hər zaman Abdullayevin təlimatlarına sadiq qalan Anar Əlizadə, Azərbaycan neftini Türkiyə üzərində nəinki İtaliyaya, həmçinin o zamanlar torpağımızı işğal edən, minlərlə əskərlərimizi öldürən, yüzlərlə mülki vətəndaşımızın ocağını söndürən Ermənistana satmağa belə nail ola bilmişdi. Bununla yanaşı ölkə neftini Macarıstan, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya və digər daha çox neft ehtiyacı olan dövlətlərin bazar rolunu oynaya bilmişdi. Bildirək ki, Türkiyədə böyük ofislər və milyonlara sahib olan Əlizadə, Azərbaycan neftini qeyri-legal yollarla adları keçən dövlətlərin bazarında da baha qiymətə satışını təşkil edə bilib. Bu illər ərzində qeyri-legal yolla küllü miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudi Ərəbistanda öz böyük şirkətlərini quraraq tranzit marşrutları yaratmağı da bacarıb. Məhz qeyri-legal yolla küllü miqdarda Azərbaycan büdcəsinə zərbə vuran gənc neft maqnatının yenə də himayədarı Abdullayev olub. Dövlət Təhlükəsizlik Xidmətinin son məlum əməliyyatından sonra Abdullayev klanın tənəzzülə doğru getdiyi israrla deyilir. Çünki gələn məlumatlarda bildirilir ki, Adnanın həbsi, Anar Əlizadənin istintaqa cəlb edilməsi Abdullayevi onlarla xarici ölkəyə qeyri-legal neft satan yaxınların himayədarı və təlimatçısı kimi başını sağalmaz dərdə salıb. Hətta daxil olan məlumatına Adnan Əhmədzadə və Anar Əlizadə nazir müavini Rövnaq Abdullayev ilə bağlı bütün əlaqələrin səmimi olaraq etiraf etdikləri də deyilir. Əgər deyilən faktlar sübuta yetərsə, Abdullayev yaxın günlərdə işdən çıxarılıb həbs ediləcəyi media manşetlərdə görə biləcəyik. Mövzuya qayıdacaq. Dilbər Vüqar qızı, Fikrət Fərhadoğlu, Bölgə TV.